Gəlin baxaq Axios nədir və biz ondan necə istifadə edə bilərik. Axios HTTP sorğular göndərmək üçün istifadə olunan məşhur bir JavaScript kitabxanasıdır. Və bu kitabxanadan istifadə edə bilmək üçün biz birincisi onu yükləməliyik. Bunun üçün gəlirik terminala və terminalda yazırıq npm i axios və bununla da Axiosu yükləmiş oluruq. Və daha sonra mən burada root hissədə bir db.json fayl yaratmaq istəyirəm. db.json və bunun içində bir heyvanlar adlı array yaradacağım. Heyvanlar. Və bunun içində, bu arrayimizin içində bizdə bir neçə dənə obyekt olsun. Birincisinin ID-si olsun 1 və bir də burada heyvan adı olsun. Heyvan adı olsun pişik. Və mən indi bunu kopyalayıb çoxaldacağım bu obyekti. Tamamdır. Gəlin buna müxtəlif ID-lər verək. 2, 3, 4 və 5. Və burada da müxtəlif heyvan adları qeyd edək. İt olsun burada, qurd olsun, burada quzu olsun, burada da dovşan olsun. İndi biz bu db.json faylımızı run eləməliyik. Bunu run eləmək üçün keçən dəfəki videoda göstərmişdim. Burada yazırıq JSON server watch db.json port 3000. Bunun qısa şəkildə run eləməyin yolunu da keçən dəfə göstərmişdim. Və biz artıq burada bu linki əldə elədik və db.json faylımızı run eləmiş olduq. İndi bu linki mən kopyalayıram və Axios işlərini görmək üçün biz bir dənə təzə fayl yaradacağıq. Bunu src papkasının içində yaradacağım. Adı olacaq api.js. Və api.js-də biz əvvəlcə Axiosu import edəcəyik. Import Axios from Axios. Axiosun hansı metodları var? Datanı fetch eləmək üçün get metodu var. Təzə data göndərmək üçün post metodu var. Edit eləmək üçün put var, patch var və silmək üçün də delete var. İndi biz burada nə edəcəyik? Fetch eləmək üçün sadəcə yazırıq axios.get. Get nə deməkdir? Yəni götürmək. Götürmək üçün həmin bu linki burada qeyd edirəm. Qeyd elədikdən sonra deyirəm ki, daha sonra then, bunu aşağıdan yazım, .then, daha sonra neynə? Gələn responsu götür, gələn cavabı götür, o cavabın içindən mənə datanı qaytar, yəni heyvanlar arrayini. Çünki cavabın içində bizə headers qayda bilər, status qayda bilər və biz oradan ancaq datanı götürmək istəyirik. Ona görə yazmalıyıq response.data. Və daha sonra deyək ki, həmin datanı, gələn cavabı, yəni cavabın içindən datanı çıxart və o datanı konsola ver ki, biz görək bizə nə gəldi. Konsola ver və burada da bir dənə catch yazaq ki, error varsa, o zaman da konsolda yazsın ki, məsələn, error fetching animals və erroru göstərsin. Əla, bir daha baxırıq. Biz Axiosdan heyvanlar əreyini götürmək üçün get metodundan istifadə edirik. Axios.get və bu linki burada yerləşdirdik. Sonra deyirik ki, gələn cavabı götür və o cavabın içindən bizə datanı qaytar. Daha sonra həmin datanı da götür və onu konsola çıxart. Və əgər errorumuz da varsa, bu əməliyyatı icra elə. İndi gəlin biz bu kodu terminalda icra eləyək. Bunun üçün mən gəlməliyəm src papkasına, çünki api.js src papkasındadır. Burada yazıram cd src və sonra yazıram node api.js. Və gördüyünüz kimi bizim heyvanlar əreyimiz burada konsolda görünür. Əla, bura kimi kodumuz işləyir. İndi gələk görək biz Axiosla başqa nə edə bilərik. Axiosun create adlı çox faydalı bir funksiyası var. Gəlin görək biz o funksiyadan necə istifadə edəcəyik. Əvvəlcə mən bu hissəni silirəm və burada yazıram const api, api adlı bir constant yaradıram, bərabərdir axios.create. Axiosun create funksiyasını çağırdım və onun içində bir obyekt yaratdım. Biz bu obyektin içində base URL-imizi qeyd edəcəyik. Base URL-imiz nədir? Bu heyvanları buradan siləndən sonra yerdə qalan hissə bizim base URL-imizdir. Burada heç slash saxlamağa ehtiyac yoxdur. Slash-i də silirəm. Və artıq biz növbəti dəfə sorğu göndərəndə axios.get əvəzinə api.get yazacağıq. Və burada bütöv link əvəzinə sadəcə nəyi götürmək istəyirik? Hansı ərəyi, heyvanlar ərəyini götürmək istəyirsə, sadəcə heyvanlar yazacaq və bununla da o ərəyi götürəcək. Və davamı da bayaq yazdığımız kimi. Daha sonra yenə responsu götür və responsun içindən bizə datanı qaytar və daha sonra da həmin datanı götür və onu konsola ver. Gəlin indi bu kodumuzu bir daha icra edək.
node api.js. Gördüyünüz kimi yenə bizim arrayimiz qayıtdı. Bununla bizim işimiz asanlaşır. Çünki bizdə burada DB-də hal-hazırda bir dənə array var. Məsələn, bugün sabah burada bir dənə də array ola bilər. Məsələn, olar ki, users arrayi. Və biz bunu götürmək istəyirik. Bunu götürmək üçün burada sadəcə gələcək, heyvanlar yerinə user yazacaq və bunu götürəcək. Gördüyünüz kimi heç bir slashdən də istifadə eləməyə ehtiyac yoxdur. Məncə bura qədər kodumuz aydındır. İndi biz istəyirik ki, bu heyvanlar arrayini fetch eləyək və bu app.jsx faylımızda istifadə edək. Əvvəlcə app.jsx faylını bir rafça eləyirəm və burada useState və useEffect-i import eləyirəm. Qayıdıram api.js faylıma. Api.js'də həmin bu yazdığım kodu kopyalayıram və kopyaladıqdan sonra burada bir funksiya yaradıram. Const fetch animals bərabərdir. Bu bir async funksiya olacaq. Və bunun içində biz return edirik, yəni qaytarırıq həmin bu yazdığımız kodu. Burada bizə konsol hissəsi lazım deyil. Bunu yığışdıraq. Və burada bir catch statement yazaq. Deyək ki, əgər error olarsa, o zaman konsolda yazılsın ki, error fetching animals və burada da error görünsün. Əla, format document eləyək. Və indi biz bu funksiyanı app.jsx-də istifadə eləyəcəyik. App.jsx-də istifadə eləmək üçün bunu biz burada export eləməliyik. Export etdikdən sonra gəlirəm app.jsx faylıma və burada deyirəm import fetch animals from API. API-dən fetch animals funksiyasını import etdik. Və mən burada bir state yaradacağım. Deməli, mən bir animals adlı boş array yaratmalıyam və set animals adlı funksiya ilə də həmin arrayi bərabər eləyəcəm bu fetch animalsdan gələn responsa, cavaba. Burada gəlin state'imizi yaradaq. Const animals set animals bərabərdir useState ilkin dəyəri boş array. İndi mən useEffect-in içində həmin bu funksiyanı fetch animals funksiyasını çağıracağım. Burada dependency arrayimizi də qeyd eləyək. Aha. Burada deyirəm ki, fetch animals funksiyası çağırılsın. Çağırıldıqdan sonra then oradan gələn response, yəni cavab götürülsün və set animals to response, yəni bu animals arrayi, hansı ki ilkin dəyəri boş arraydir, həmin o boş array bərabər olsun buradan gələn responsa, yəni heyvanlar arrayinə. Gəlin burada konsola verək heyvanları, görək kodumuz işləyirmi? Animals'ı konsola verdim və gedirəm burada, inspect eləyirəm. Konsola gəldim və burada görürsünüz bizim arrayimiz fetch oldu, göstərildi. Möhtəşəm. İndi mən buradan konsol logu yığışdırıram. Gəlin burada bu divin içində biz bu animals arrayini götürək, map eləyək və hər bir animal üçün, hər bir heyvan üçün bir dənə ayrıca div yaransın. Bunun üçün mən buradakı divə class name verəcəm, container və burada bir curly bracket yaradıram, bu buruq mötərizə adı hər nədirsə. Burada animals arrayini götürdüm və onu map eləyirəm və deyirəm ki, hər bir animal üçün, hər bir heyvan üçün get neynə? Bir dənə div qaytar. O divin class name'i olsun animal card və o divin key'si açarı da olsun animalın içindəki ID. Və bu div bizə qaytaracaq cəmi bir dənə h1 tagi və onun da içində olacaq animal.name. Gedək baxaq. Hər bir heyvan üçün gördüyünüz kimi bizdə bir div yarandı və o divin içində bir h1 var, hansı ki heyvanın adını göstərir. Əla. İndi gəlin bura bir button da əlavə eləyək. Buttonumuzun adı olsun delete. Gəlin burada biz delete funksiyasını da yazaq. Bunun üçün qayıdırıq api.js-ə və burada deyirik const delete animal bərabərdir. Bu bir async funksiya olacaq və bu bir ID qəbul eləyəcək. Və burada o ID-ni qəbul eləyəndən sonra deyirik ki, return, yəni qaytar, api.delete. Deməli, burada artıq get yerinə biz api.delete yazırıq və bir backtick yaradırıq. Backtick-ə deyirik ki, onun üçün də deyirik ki, heyvanlar arrayinin içindən get, həmin ID-si olanı tap.
Yəni bu kod, bu yazılış çoxunuza tanışdır. Get heyvanlar əreyinin içindən həmin bu sənə gələcək ID-si olan heyvanı tap və onu sil. Davamını da bayaqki kimi yazırıq. Then sonra response-u götür, response.data və catch elə, error varsa o zaman da konsola ver error. Burada qısa şəkildə yazdıq. Bir daha baxırıq. Deyirik ki, sənə bir ID gələcək. O ID gələndə get, api.delete, sil heyvanlar əreyindən həmin ID-si olan heyvanı. Bunu da yenə istifadə eləmək üçün biz export eləyəcəyik və gəlirik app.jsx-də fetch animals-dan sonra delete animal-ı da import eləyirik. Bu delete animal bizə harda lazımdır? Həmin bu button'ın on clickində. Gəlirəm burada deyirəm ki, sənin on clickində nə baş versin? Həmin bu delete animal funksiyası işə düşsün və ona ötür animal.id-ni. Gəlirik indi baxırıq. Burada məsələn bastım, refresh edirəm, dovşan silindi. Amma mən burada refresh eləməməliyəm. Düzdür, mən burada bastım, silən kimi o avtomatik yenilənməlidir. Onun üçün bu hissə, use effect-in içindəki bu hissə trigger olunmalıdır. Deməli, biz bura bu dependency əreyin, asıllıq əreyinin içində elə bir şey yazmalıyıq ki, o hər dəfəsində silinəndə trigger olunsun, özü avtomatik update olsun. Bunun üçün mən burada bir state daha yaradacağım. State'imin adı olsun animals state, set animals state. Bərabərdir use state. Bunun ilkin dəyəri ya true ya da false olmalıdır. Hər hansısa ola bilər, fərqi yoxdur. İndi mən deyirəm ki, bu dependency əreyində, yəni bu asılı olsun həmin bu animal state-dən. Yəni bu animal state dəyişəndə bu hissə yenidən trigger olsun, işə düşsün. Düzdürmü? İndi mən gəlirəm burada, bu hissəni silirəm və bir handle delete funksiyası yaradıram. Const handle delete bərabərdir. Bu bir ID qəbul eləyəcək və bu funksiya işə düşəndə həmin bu delete animal funksiyasını çağıracaq və ona ötürəcək həmin bu ID-ni. Və daha sonra nə edəcək? Bunun statusunu dəyişəcək. Set animals state previ götür, yəni əvvəlki statusu götür və onu tərsinə çevir. Məsələn, true-dursa false elə, false-dursa true elə. Artıq biz bu handle funksiyasını, handle delete funksiyasını button'ın on clickində işə sala bilərik. Gəlirik burada deyirik ki, handle delete funksiyası işə düşsün və ona ötür animal.id-ni. Artıq biz hər hansısa bir heyvanı siləndə, yəni bu buttona basılanda bu funksiya işə düşəcək. Bu funksiya işə düşəndə həmin ID-yə uyğun heyvan silinəcək və buradakı status, yəni bu animal state true-dursa false olacaq, false-dursa true olacaq. Yəni state dəyişəcək. Dəyişəcəyi üçün bu hissə yenidən trigger olunacaq və yenidən işə düşəcək. İndi gələk baxaq. Burada bastım, avtomatik silindi. Bastım, avtomatik silindi. Artıq mənim burada səhifəni refresh eləməyə ehtiyacım yoxdur. Yəni Axios əslində çətin bir şey deyil. Ümid edirəm ki, bu video hamınıza faydalı oldu.